Bəli, bugün danışacağımız qəhrəman məhz transformatordur. Gündəlik həyatımızda bəlkə də heç fərqinə varmadığımız, amma onsuz müasir dünyanı təsəvvür etməyin qeyri-mümkün olduğu o səssiz işçi. Ən sadə dildə desək, transformator bir növ gərginlik çeviricisidir. Onun gözəlliyi də elə bundadır ki, içində hərəkət edən heç bir hissə yoxdur. O sadəcə maqnit sahəsinin gücü ilə gərginliyi artırır və ya azaldır. Bax, onun əsas vəzifəsi budur və bu vəzifəni inanılmaz dərəcədə effektiv yerinə yetirir. İndi isə gəlin bu cihazın, belə deyək, qapağını açaq və içində nə baş verdiyini anlayaq. Görək bu sehrin arxasında hansı fizika qanunları dayanır. Baxın, quruluşu əslində olduqca sadədir. Bir dəmir nüvə və onun ətrafına sarılmış iki ayrı-ayrı məftil sarğısı. Birinə primer, yəni giriş sarğısı deyirik, digərinə isə sekundər, yəni çıxış sarğısı. Proses isə belədir. Biz giriş sarğısına dəyişən cəryan verən kimi, o dəmir nüvədə sanki nəbzi döyünən, daima dəyişən bir maqnit sahəsi yaradır. Bu dəyişən maqnit sahəsi isə gedib çıxış sarğısının içindən keçir və orada tamamilə yeni, sıfırdan bir elektrik cəryanı yaradır. Michael Faraday'in kəşf etdiyi o məşhur elektromaqnit induksiyası qanunu məhz budur. Enerji bir sarğıdan digərinə toxunmadan, sanki havadan ötürülür. Və burada çox vacib bir məqam var. Bütün bu prosesin işləməsi üçün mütləq dəyişən cəryan olmalıdır. Niyə? Çünki yalnız dəyişən cəryan daima dəyişən maqnit sahəsi yarada bilər. Məsələn, biz transformatora adi bir batareyadan gələn sabit cəryan qoşsaq, heç bir şey baş verməz. Maqnit sahəsi yaranar, amma dəyişmədiyi üçün ikinci sarğıda gərginlik yarada bilməz. Yaxşı, bəs gərginliyin nə qədər artacağını və ya azalacağını hardan bilirik? Cavab sarğıların sayındadır. Bax, bu düstur göstərir ki, gərginliklərin nisbəti sarğılardakı dövrlərin sayının nisbətinə bərabərdir. Yəni, əgər çıxış sarğısında girişdəkindən 10 dəfə çox sarğı varsa, deməli gərginlik də düz 10 dəfə artacaq. Görək bu işləmə prinsipi enerjinin o uzun səyahəti ilə necə əlaqələnir. Deməli, enerjinin bu səyahəti iki fərqli transformatorlar idarə olunur. Elektrik stansiyasından çıxanda yüksəldici transformatorlar gərginliyi yüz minlərlə volta qaldırır. Enerji səyahətini bitirib şəhərimizə çatanda isə yarımstansiyalarda və məhəllələrdəki dirəklərdə olan alçaldıcı transformatorlar gərginliyi bizim evdə istifadə etdiyimiz o təhlükəsiz 220 volta endirir. Bəs niyə belə edirik? Niyə gərginliyi bu qədər qaldırıb, sonra yenidən endiririk? Cavab çox sadədir. Enerji itkisinin qarşısını almaq üçün. Məsələ bundadır ki, naqildən nə qədər çox cəryan keçsə, o qədər çox enerji istiyə çevrilib havaya sovrulur. Gərginliyi 1000 dəfə artırmaqla biz eyni gücü 1000 dəfə daha az cərəyanla ötürə bilirik. Bu o deməkdir ki, transformatorlar olmasaydı, stansiyadan çıxan enerjinin çox böyük hissəsi şəhərə heç çatmazdı, yolda əriyib yox olardı. Elektrik ancaq stansiyanın bir neçə kilometrliyində olan bir lüks olardı. Amma düşünməyin ki, transformatorlar ancaq o nəhəng enerji xətlərində olur. Əslində onlar gündəlik həyatımızın hər anında, hər yerində bizimlədir. İndi gəlin onların gizləndiyi bir neçə yerə də baxaq. Bir anlıq düşünün. Şəhəri enerjilə təmin edən o nəhəng yarımstansiyalardan tutmuş, telefonumuzu şarj edən o balaca əlimizə sığan adapterə qədər, televizorun, kompüterin, hətta o sadə qapı zənginin içində belə fərqli ölçülərdə və güclərdə transformatorlar var. Onlar müasir texnologiyanın əvəz olunmaz, görünməmiş hissəcikləridir. Və təbii ki, hər iş üçün eyni transformator istifadə olunmur. Onlar nüvələrinin quruluşuna görə də fərqlənirlər. Məsələn, yüksək güc tələb olunan yerlərdə çəkirdək tipli, daha kiçik cihazlarda, telefon adapteri kimi yerlərdə isə daha yaxşı qorunan mantel tipli transformatorlardan istifadə edilir. Hər bir dizayn xüsusi bir məqsəd üçün yaradılıb. Bütün bu prosesin ən heyrətamiz tərəfi nədir bilirsiniz? Səmərəliliyi. Müasir bölük transformatorlar enerjini bir gərginlikdən digərinə çevirərkən 99,9%-ə çatan bir effektivliklə işləyir. Yəni enerji demək olar ki, heç itmir. Bu, sözün əsl mənasında bir mühəndislik möcüzəsidir. Beləliklə, elektrik stansiyasından başlayan o uzun səyahət nəhəng transformatorlardan keçib məhəlləmizə, oradan evimizə və ən sonda cibimizdəki telefona qədər gəlib çatır. Bütün bu zəncirin hər bir halqasında transformatorlar səssizcə, görünmədən öz işlərini görür və müasir həyatımızı mümkün edir. Yaxşı, bəs gələcək? Enerjini artıq simsiz ötürməyə başladığımız bir dünyada transformatorlara hələ də ehtiyacımız olacaqmı? Yoxsa bu dahi, amma 100 ildən çox yaşı olan texnologiya öz yerini tamamilə yeni bir ixtiraya verəcək? Bax, bu üzərində düşünməyə dəyər bir sualdır.